Salam, hörmətli tamaşaçılar. AZD Təhsil portalı ilə Sosial Tədqiqatlar Mərkəzinin ortaq layihəsi olan Təhsilsizin növbəti buraxılışı ilə qarşınızdayıq. Bugünkü qonağımız Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü, təhsil mütəxəssisi Mehriban xanım Vəliyevadır. Mehriban xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm. Dəvətə görə təşəkkür edirəm ilk növbədə. Minnətdarıq Mehriban xanım. Biz bugün Mehriban xanımdan bir çox təhsil məsələlərini toxunmağa çalışacağıq, amma əsasən diqqət edəcəyimiz məsələlər erkən təhsildəki problemlər, məktəbə qədər və məktəbə hazırlıq qruplarındakı cari durum və onların aradan qaldırmasından bağlı təkliflər. Düşünürük ki, Mehriban xanım bu istiqamətdə həm boşluqları yüksək səviyyədə diqqətə çatdıracaq, həm də çox önəmli təklifləri bizlər üçün səsləndirəcək. Mehriban xanım, elə vaxtınızı almadan keçək ilkin məsələyə. Bugün bizdə, təhsilimizdə erkən təhsilin əsas problemləri sizcə hansılardır? Problemlərə keçməzdən öncə gəlin belə məsələni belə qoyaq. Ümumiyyətlə, bütün tədqiqatlar, dünya tədqiqatları da onu göstərir ki, 6 yaşa qədər uşaqların inkişafı, onların həm fiziki inkişafı, həm zehni inkişafı, eyni zamanda emosional inkişafı onların sonraki yaş mərhələlərində, xüsusilə də təhsil pillələrində inkişafına çox ciddi təsir eləyir və baza rolunu oynayır. Yəni, nəzərə alsaq ki, uşaqların dil bazası, onların davranış modelləri, onların emosional yanaşmaları məhz bu dövrdə formalaşır. Və bu sahənin nə qədər ciddi bir sahə olduğunu daha qabarıq görə biləcəyik. Və ona görə də bu sahə dövlətimizin təhsil sahəsinə əsas siyasətlərindən biri hesab olunur. Və onu da qeyd edeyim ki, təsadüfi deyil ki, 2022-26-cı illər Azərbaycan Respublikası sosial-iqtisadi inkişafa dair strategiyada rəqabətə davamlı kapitalın formalaşdırılması istiqamətində məktəbə qədər təhsil xüsusi olaraq qeyd olunmuş və konkret olaraq hədəfi ilə təqdim olunmuşdur. Yəni, orada göstərilir ki, məktəbə qədər təhsilin keyfiyyətinin artırılması, bu sahədə müəllim inkişafına diqqətin yetirilməsi, yeni proqramların hazırlanması və eyni zamanda məktəbə qədər təhsildə əlçatanlığı təmin etmək üçün onun əhatə dairəsinin genişləndirilməsi, 38%-dən 50%-ə qədər çatdırılması. Yəni, hədəfin dəqiq müəyyənləşdirilməsi artıq dövlət siyasətinin nə qədər bu sahəyə ciddi olduğunu göstərir. O ki, qaldı, biz bu istiqamətlərdə hansı addımları atmışıq, təhsil sahəsində hansı işlər görülüb və boşluqlarımız nədən ibarətdir? Gəlin buna indi diqqətdən baxaq. Məsələ burasındadır ki, bu sahənin ölçülməsi bir neçə parametrlərlə həyata keçirilir. Birincisi, qanunvericilik bazasıdır. İkincisi, deməli, müəllim hazırlığı məsələsidir. Üçüncüsü, uşaq inkişafına yönələn proqramların olub-olmaması məsələsidir. Bu sahədə qanunvericilik bazasının olması haqqında onu qeyd edə bilərəm ki, son dövrlər xüsusilə də müstəqillik dövründə təhsil sahəsində aparılan islahatlar və son dövrlər aparılan islahatlar məktəbə qədər təhsil sahəsində çox ciddi, yəni qanunvericilik bazasının formalaşmasına gətirib çıxarıb və daimi də bu istiqamətdə dəyişikliklər edilir. Hətta son təqdim olunan qanun layihəsini də diqqətinizə çatdırmaq istəyirəm. Məhz məktəbə qədər təhsildə əhatəliyin genişləndirilməsi məqsədi ilə həm təhsil qanununda, həm də məktəbə qədər təhsil haqqında qanununda dəyişiklik edilmək istiqamətində yeni bir qanun layihəsi təqdim olunub və birinci oxunuşda artıq qəbul edilib. Burada təqdim olunan deməli, dəyişiklik nədən ibarətdir? Təhsil qanununda 18.5 maddəsində göstərilir ki, məktəbə qədər təhsil müəssisəsində, ümumtəhsil müəssisəsində və ailədə valideynlərin arzusuna və istəyinə görə həyata keçirilə bilər. Ora əlavə olaraq məktəbdən kənar müəssisələr də şamil edilib. Yəni, dəyişiklik bundan ibarətdir. Məktəbə qədər təhsil haqqında qanunda isə bu daha konkretləşir və göstərilir ki, məktəbə hazırlıq qrupları məktəbdən kənar müəssisələrdə də təşkil oluna bilər. Yəni, məktəbə qədər təhsil müəssisəsi, ümumtəhsil müəssisəsi, ailə ilə yanaşı, məktəbdən kənar müəssisələrdə də 5 yaşlı uşaqların məktəbə hazırlığının həyata keçirilməsi mümkün olacaq. Bu, həm dövlət məktəbdən kənar müəssisələrində, eyni zamanda uşaq inkişaf mərkəzlərində
reallaşacaq və legallaşacaq bir prosesə dəstək verən qanunvericilik dəyişikliyidir. O ki qaldı müəllimlərin inkişafı məsələsinə. Son dövrlər, yəni Azərbaycanda məktəbəqədər təhsil istiqamətində həm diaqnostik qiymətləndirilmənin aparılması, həm sertifikasiyaya başlamaq niyyəti, həmçinin müxtəlif istiqamətlərdə hazırlıq prosesi, peşəkar hazırlıq prosesi artıq bu istiqamətdə dinamikanı göstərir. Amma bu sahədə bizim ciddi, yəni atacağımız addımlar olmalıdır. Çünki məktəbə qədər hazırlıq, ümumiyyətlə məktəbə qədər təhsil prosesində müəllim hazırlığı məsələsi ən ciddi məsələlərdən biridir. Yəni burada biz nəzərə almalıyıq ki, ümumiyyətlə bu sahə həm qayğı, həm də təhsil komponenti ilə təsdiqlənir. Təhsil komponentini təşkil etmək üçün müəllimlərin hazırlığı ən vacib məsələlərdən biridir. İstər müəllim hazırlığında, istər peşəkar inkişafda bu ciddi nəzərə alınmalıdır. İkinci bir tərəfdən isə bayaq qeyd elədiyim, yəni yeni proqramların tətbiq olunmasıdır. Yəni biz hansı modeli seçirik? Ən ümdə məsələdir. Biz belə deyək, akademik modelimi seçirik, yoxsa oyun öyrənmə modelimi seçirik? Məncə artıq ölkəmizdə bu istiqamətdə oyun öyrənmə modeli daha qabarıq diqqəti cəlb edən bir sahədir və ən effektiv bir metodik göstəricidir. O cəhətdən bu istiqamətdə yeni proqramların hazırlanması, yeni modellərin tətbiq olunması, yeni metodik modellərin tətbiq olunması vacib sahədir və bu sahədə düşünürəm ki, ölkədə tədqiqata və inkişafa ehtiyac var və bu istiqamətdə də təbii ki, addımlar atılır. Və bu addımlar nə ilə izah oluna bilər? Siz bilirsiniz ki, Azərbaycan beynəlxalq qiymətləndirmə məsələlərində çox aktivdir və son dövrlər həm bu dövlət tələbidir, həm də ümumiyyətlə Azərbaycan islahatları, Azərbaycanda təhsil islahatları beynəlxalq qiymətləndirmə, yəni ona əsaslanaraq həyata keçirilir. Və çox yaxşı haldır ki, 2025-ci il məktəbəqədər təhsil sahəsində 5 yaşlı uşaqların beynəlxalq qiymətləndirməyə cəlb olunması da tətbiq olundu. Bu deməli IELTS deməli 2025 erkən uşaqların inkişafı və onun qiymətləndirilməsi modelidir ki, bu modellə biz həm uşaqların savadlığı, həm erkən hesablama bacarıqları, həm onların emosional belə deyək, hazırlığı məsələsi diqqət mərkəzində olacaq. Yəni bu öyrənmə, bu beynəlxalq qiymətləndirmə növbəti mərhələlərdə ciddi tədqiqatlara və ciddi islahatlara yol açacaq. Əmindir ki, bu addımlar da diqqəti cəlb eləyəcək. Aydındır. Mehriban xanım, təşəkkür edirəm. Buyurun, nəsə əlavəniz vardı bununla bağlı? Bizim bu məktəbəqədər təhsillə bağlı bəzi reallıqlara toxunsaq, kəmiyyət məsələlərində çox təəssüf olsun ki, müəyyən bir çatışmazlıqlar var. İndi mən çox istərdim ki, ona toxunaq Mehriban xanım və bunun davamı olaraq siz bayaq vurğuladığınız, qanundan çıxarış edərək vurğuladığınız bir detal var. Ailə daxili təhsil, məktəbəqədər təhsilin bir formasiyası da budur. Həm biz cari statistikaya toxunaq, zəhmət olmasa, həm də bu statistikaları yaxşılaşdırmağın bir bariz nümunəsi örnəyi kimi ailə daxili tədris məsələsinə də nəzər yetirsək pis olmazdı. Yaxşı bir məsələyə gəlib çıxdıq. Bu əslində məktəbəqədər təhsildə əlçatanlığın təmin olunması məsələsidir. Bayaq qeyd etdiyim kimi dövlətin də bu istiqamətdə ciddi ədəbləri var. Təhsil qarşısına qoyduğu tələblər var, öhdəliklər var. Bu da məktəbəqədər təhsilin əhatə dairəsinin 2026-cı ilə qədər 50%-ə qədər çatdırılmasıdır. Bu necə mümkündür sualını ortaya qoyanda, yəni ilk ağla gələn birinci cavab ondan ibarət olur ki, bağçaların sayını artırmaq lazımdır. Amma əslində bu yeganə yol deyil. Onu da qeyd edeyim ki, strategiyada həm də alternativ təhsil və alternativ maliyyə modelləri ilə bunun həyata keçirilməsi də tələb olaraq qarşıya qoyulur və bu istiqamətdə artıq təhsil sahəsində bir sıra alternativ təhsil modelləri də tətbiq olunur. Onu da qeyd edeyim ki, 2023-cü ildən deməli məktəbəqədər təhsildə alternativ xidmət modelləri adı altında bir proqram
yəni pilot olaraq həyata keçirilir. Və buna əsasən bir sıra layihələr həyata keçirilir. Gəlin həmin layihələrə lap məktəbə hazırlıq qruplarından başlayaq. Siz bilirsiniz ki, 2016-cı ildən məktəbə hazırlıq qruplarının təhsil müəssisələrində tətbiq olunması başlayıb. Düzdür, bu icbari deyil, valideynin arzusuna könüllü olaraq həyata keçirilir, arzusuna uyğun olaraq həyata keçirilir. Amma gəlin etiraf eləyək ki, 2016-cı illərdən tətbiq olunan bu yəni proqram, təhsil proqramı artıq 80%-dən artıq əhatəliyi təmin edib. Bundan başqa ikinci bir layihə 3-5 yaşlı uşaqların deməli icma əsaslı təhsilə cəlb olunması modelidir. Bu layihə də çox uğurlu modeldir. Hansı regionda, hansı ucqar yerlərdə bağça yoxdursa, əlçatanlıq təmin etmək çətindirsə, həmin yerlərdə bəli, ümumtəhsil müəssisələri əgər buna imkan verirsə, burada deməli icma əsaslı 3-5 yaşlı uşaqlar üçün deməli təhsil modeli, məktəbəqədər təhsil modeli tətbiq olunur. Bunun üstünlüyü nədən ibarətdir? Əvvəla icma təhsili üçün çox böyük üstünlükdür. Həmin yerlərdə həm də ailədə iştirak edən valideynlər əlavə iş yeri qazanır. Bu onların sosial vəziyyətini yaxşılaşdırılmasına gətirib çıxarır. Həm də 3-5 yaşlı uşaqların orada yəni ciddi şəkildə təhsilinə dəstək verilir. Yəni bu çox uğurlu modellərdən biridir. 2017-ci ildən tətbiq olunan bu model təxminən 500 uşaqla başlasa da bugün 18 mindən çox uşağı əhatə edir. Çox kifayət qədər yəni dəstəkdir. Həm də məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün. Həm də bağçaların çatışmadığı bir dövrdə icma əsaslı layihə həddindən artıq yerinə düşmüş hesab oluna bilər. Doğrudan da bu layihə alqışlanmalıdır. Başqa layihələr də var. Mən o layihələrə də istəsəniz toxuna bilərəm. Burada deməli bayaqları qeyd elədim, yeni maliyyələşmə modelləri. Burada dövlət özəl deməli tərəfdaşlığı əsasında həyata keçirilən məktəbəqədər təhsil modeli var. Burada deməli ailə əsaslı təhsil modeli var, təlim daha doğrusu modeli var. Burada öyrənmə qutuları deyilən ailələrə dəstək üçün deməli təlim modeli var. Burada qısa müddətli məktəbəqədər təhsil üçün təlim modeli var. Yəni bunların hamısı alternativ modellərdir və həmin alternativ modellər əhatəliyin artırılması üçün çox ciddi dəstəkdir. Mehriban xanım, bunlar öz yerində. Bəs əlavə nə kimi subsidiya xarakterli addımlar atılmalıdır? Məsələn, beynəlxalq təcrübədə var ki, məktəbəqədər təhsillə bağlı bəzi subsidiyalar tətbiq olunur və onlar bu sektorda müəyyən boşluqları aradan qaldırır və uğurla da həyata keçirilir. Bizdə olanlar təbii ki, biz bunu alqışlayırıq və mütləq deməliyik ki, zaten dedik də, olmayanlar üçün başqa hansı subsidiya xarakterli addımlar atılmalıdır? Bilirsiniz, yəni beynəlxalq təcrübədə subsidiyalar mövcuddur. Xüsusilə də deməli məktəbəqədər təhsildə sosial vəziyyəti yaxşı olmayan ailələrə dəstək məqsədi ilə belə modellər mövcuddur. Yəni beynəlxalq təcrübədə. Bizdə məsələn tutaq ki, özəl məktəbəqədər təhsil sahəsini inkişaf elətdirmək üçün sadələşdirilmiş vergi tətbiq olunur. Yəni bu da dövlətimizin əlbəttə ki, çox böyük dəstəyidir. Amma yəqin ki, bu istiqamətdə subsidiyaların olması da maraq doğura bilər, amma yəqin ki, bunun üçün də bir tədqiqatlar aparılmalıdır, addımlar atılmalıdır. Amma subsidiyalarla məktəbəqədər təhsilin əhatəliyin genişləndirilməsi də çox maraqlı olardı. Bu da yeni bir belə deyək, maliyyə modeli kimi diqqəti cəlb edə bilər. Təşəkkür edirəm Mehriban xanım. İcazənizlə erkən təhsilin başqa bir mərhələsi artıq 5-6 yaş qruplarını əhatə edən məktəb hazırlığa da toxunaq. Düzdür, siz az öncə buna toxundunuz və uğurlu layihələrdən biri kimi adlandırdınız. Qatılırıq sizə. Bugün məktəb hazırlıq qruplarının ümumi formasiyası, modeli, buradakı tətbiq olunmalı əsas zəruri mexanizmlərdən də danışsaq pis olmazdı. Hazırda Mehriban xanım, bilirik 21 iyul, yəni hardasa 5 gün bundan əvvəl məktəb hazırlıq qruplarına qeydiyyat başladı və bu hələ bir müddət davam edəcəkdir. İldən ilə də buna maraq artır. Burada biz bir mexanizm olaraq nələr dəyişməliyik? Söhbət məktəb hazırlıq qruplarından gedir. Bu suala görə də çox sağ olun. Yəni bu çox önəmli bir məsələdir. Nəyi qeyd etmək istəyirəm? Deməli,
Biz bilirik ki, ümumi təhsil haqqında qanunda ümumi təhsilin mərhələsi kimi 5 yaşlı uşaqların məktəbə hazırlıq mərhələsi təqdim olunur. Yəni, ümumi təhsilin mərhələləri siyahısında birinci məktəbə hazırlıqdır 5 yaşlı uşaqlar, sonra ibtidai təhsil mərhələsidir, sonra ümumi orta təhsildir, sonra tam orta təhsildir. Amma burada deməli 5 yaşlı uşaqların məktəbə hazırlıq qruplarının və tam orta təhsilin icbari təhsilə daxil deyil. Məsələn, düşünürəm ki, biz məktəbə hazırlıq qruplarının icbari təhsilə cəlb olunması ilə biz əhatəliyi genişləndirə bilərik. Həm də gələcək genofond üçün, yəni təhsil komponentini artırmaqla biz uşaqların inkişafına nail ola bilərik. Hətta deyərdim ki, 3-5 yaşlı uşaqların icbari məktəbə qədər təhsil məsələsi də gələcəkdə düşünüləcək bir məsələdir. Çünki bayaq qeyd etdiyim kimi biz bu sahəyə həmişə daha çox qayğı komponentini kimi görmüşük. Amma nəzərə almalıyıq ki, bu sahə çox ciddi sahədir. İnsan 80% informasiyanı 6 yaşa qədər alır. Bu baxımdan həmin dövrün inkişafı və tədqiqatlara söykənən elmi əsaslarının inkişafı ölkənin gələcək inkişafı üçün çox mühüm rol oynayır. Tədqiqatlar da göstərir ki, insan kapitalının formalaşmasına bu mərhələ çox ciddi mərhələdir. Əgər belədirsə, niyə də biz bu sahəyə diqqət artırmayaq? Xanım, öz adından təşəkkür edirəm. Çətin adı vacib bir detala toxundunuz ki, məktəb hazırlıq qruplarının icbari xarakterə daşıması çox vacibdir. Və buna qədər bunun icbari deyildi. Hələ biz bilmirik nə zaman bu könüllü olacaq, icbari olacaq. Buna qədər bunun könüllü olması bizim təhsil segmentimizin növbəti mərhələsində nə kimi çatışmazlıqlara gətirib çıxarıb sizcə? Çünki siz uzun müddət həm də pedaqoji fəaliyyətlə məşğul olmusunuz, böyük təhsil müəssisələrinə rəhbərlik etmişsiniz və Baş Şəhər Təhsil İdarəsinin sabiq sədri kimi bizdə çoxlu datalar var ki, bəli, bunun məktəbə hazırlıq qruplarında könüllü xarakterin olması, sonra da ibtidai təhsil pilləsində nə kimi boşluqlara gətirib çıxarıb? Mən bir şey qeyd edeyim. Biz burada valideyn komponentini unutmuşuq. Maraqlıdır, çox maraqlıdır. Yəni biz nəzərə almalıyıq ki, valideynlərin də nəinki maarifləndirilməsi, hətta bu istiqamətdə təhsilləndirilməsi də bizim üçün çox vacib elementdir. Çünki uşaqların 6 yaşa qədər inkişafı ən çox ailədə baş verir. Ailə orada düzgünmü uşaqların inkişafına dəstək verir? Bu sual altındadır. Və nəzərə alsaq ki, uşaqların inkişafı konstitusiya baxımından dövlətin belə deyək, səlahiyyətləri çərçivəsindədir. Ona görə də bu sahəyə diqqət artırılmalıdır. Valideynlərin maarifləndirilməsi, onların təhsilləndirilməsi, uşaqların inkişafına bu istiqamətdə dəstəyin verilməsi diqqət mərkəzində olmalıdır. Bir çox ölkələrdə bu məsələ çox ciddi komponent olaraq qəbul olunur. Amma biz bu sahəni sadəcə olaraq kənara qoyaraq addımlayırıq. Bəzən valideynləri qınayırıq, bəzən valideynləri günahlandırırıq. Amma əslində düşünməliyik ki, biz uğurlu bir təhsil modelini əldə etmək istəyiriksə, mütləq şəkildə valideyn komponenti orada ciddi olmalıdır. Necə olur ki, biz uşağın inkişafına məhsul olan müəllimi peşəkar inkişaf etdiririk, amma valideyn bu sahədə kənarda qalır. Yəni, valideynlərin inkişafı məsələsi də bizim diqqətimizdə olmalıdır, düşünürəm. Bir məsələni də qeyd etmək istəyirəm. Bu da çox düşünürəm ki, vacib olan məsələdir. Bilirsiniz ki, məktəbə hazırlıq 2016-cı ildən, bayaqları qeyd elədiyim kimi 2016-cı ildən tətbiq olunur. 2016-cı ildən tətbiq olunan məktəbə hazırlıq qrupları bu il 9-cu sinifləri bitirdilər. Yəni, bu çox uğurlu bir dönəmdir. Mənə elə gəlir ki, bunun statistikası aparılmalıdır. Ciddi tədqiqata ehtiyac var. Yəni, biz bununla nə əldə etmişik? Gəlin, məktəbə hazırlıq qruplarına gedən uşaqlardan, məktəbə hazırlıq qruplarına getməyən uşaqların müqayisəsini aparaq və həm öz boşluqlarımıza görə bilərik, həm də eyni zamanda bu sahədə nə qədər irəliləyiş olduğunu da müşahidə edə bilərik. Eyni zamanda düzgünmü biz
təhsil komponenti və modellərini tətbiq edirik. Bu da ciddi məsələlərdən biridir. Bu istiqamətdə tədqiqatlara, çox ciddi tədqiqatlara təbii ki, ehtiyac var və düşünürəm ki, bu gündəm olan bir məsələdir və dəfələrlə bu sahədə, bu istiqamətdə söhbətlər aparılıb. Yəqin ki, bu statistik məlumatlar araşdırılacaq və nəzərdə keçiriləcək. Bir tərəfdən bu statistika, digər tərəfdən bayaq qeyd elədiyim kimi 2025-ci ildə deməli 5 yaşlı uşaqların IELTS beynəlxalq qiymətləndirilməsi yəqin ki, növbəti mərhələdə yeni islahatlara yol açacaq. İnşallah Mehriban xanım, çox doğru vurğuladınız ki, hazırda ilk dəfə olaraq məktəb hazırlıq qruplarına gedənlər, gələn 9-cu sinifi bitirəcəklər və onların arasında getməyənlərlə gedənlərin müqayisəsini aparsaq, təhsilimizin bugünü üçün çox güclü barometr əldə etmiş olaraq. Və bu çox vacib bir tədqiqatdır. Bu təklifini çaş ki, həqiqətən də tətbiq edilə. Bir detalda toxunmaq istərdim icazənizlə Mehriban xanım. Bugün bilirik ki, məktəb hazırlıq qruplarla bağlı vahid proqram var. Bütün məktəblər həmin proqramdan istifadə edir. Bugün siz təbii ki, həmin proqramla tanış olan biri kimi, həmin proqramın rəhbərlik edən şəxslərdən biri kimi necə dəyərləndirirsiniz? Yəni, şəxsən mən subyektiv fikrimə görə proqram nəzəri baxımdan çox yaxşı hazırlanıb. Ümumiyyətlə, onunla bağlı bir danışsaq, gələcəkdə nələrin tətbiq olunmasını təklif edərdiniz? Söhbət proqramdan gedir. Bilirsiniz, erkən yaş dövründə beynəlxalq qiymətləndirmədə tələb olunan nədir? Dinləyib anlama bacarıqlarının formalaşdırılması, ilkin hesablama bacarıqlarının formalaşdırılması, bir də emosional dayanıqlıq məsələsi, yəni münasibətlərin qurulması məsələsi, fiziki inkişaf məsələsi çox ciddi, yəni qiymətləndirilən məsələlərdir. Və bu istiqamətdə biz erkən yaş dövrü, xüsusilə də məktəbə hazırlıq qruplarında proqramlarla nəyəsə nail ola bilirik. Bu sualın cavabı ancaq tədqiqatlarla ortaya qoyula bilər. Hal-hazırda, yəni mənim yanaşmam və ümumiyyətlə ölkədə təhsilin bu istiqamətdə yanaşması oyun üzərində öyrənmə məsələləri. Əlbəttə ki, bu sahədə müəllimlərin hazırlığı, müəllimlərin inkişafı, bu sahəyə diqqət yetirilməsi çox vacib məsələdir. Və məktəbə hazırlıq qruplarına dərs deyən müəllimlərin özünün qiymətləndirilməsi məsələsi də çox ciddi məsələdir. Ona görə də bu sahədə yəqin ki, mən yəni mütəxəssis deyiləm deyim, sırf sahə üzrə mütəxəssis deyiləm və bu sahənin həm də həmin sahə ilə bağlı dəqiq məlumatları vermək üçün daha çox mən dataya əsaslanaraq danışmağı sevdiyimə görə, yəni konkret fikirlər söyləyə bilməyəcəm. Bunun ancaq yenə də təkrar eləyirəm, qiymətləndirilməsi 9-cu sinif nəticələri ilə ölçülə bilər, IELTS-la ölçülə bilər və tədqiqatçılar onun konkret databazı ilə məlumatları ortaya qoya bilər. Məncə bunun IELTS 2025 deməli, beynəlxalq qiymətləndirilməsində bütün o modellərin meyarları verilib. O meyarlar yəqin ki, bizə birazdan bir sıra məlumatları əldə etmək üçün imkanlar yaradacaq. Bizim uşaqlarımız nə dərəcədə dinləyib anlama bacarıqlarına malikdir, ilkin hesablama bacarıqlarına malikdir. Bunu yəqin ki, onlar ölçəcəklər. Daha doğrusu bu meyarlar artıq var və ölçülən statistika bizim diqqətimizə çatdırılacaq. Biz onda doğru yolda və yaxud da yanlış yolda olduğumuzu görəcəyik. Mehriban xanım, veriliş başlamağınızdan öncə sizlə ünsiyyət zamanı çox maraqlı, informativ məsələlərə toxundunuz. Onlardan biri də uşağın neyroinkişaf məsələsinə bağlıdır. Və təbii ki, dəfələrlə də vurğuladınız ki, bir insanın ömrü boyu əldə edəcək informasiyanın, onun şəxsiyyət mexanizminin, bazisinin 80% məhz 6 yaşa qədər formalaşır. Bugün təbii ki, bizim də elə tamaşaçılarımıza nəzər alaq, çox terminologiya getmək fikrimiz yoxdur. Zaten vaxtımızı da nəzərə almalıyıq. Bugün bizim məktəbə qədər təhsil və məktəb hazırlıq qrupları uşaqların neyro inkişafında nə dərəcədə müstəsna rol oynaya bilir? Yoxsa bu əsasən elə ailənin öhdəsinə düşən məsələdir? Burada da çox maraqlı məsələyə toxundunuz. Əslində Böyük Britaniya Erkən Uşaq İnkişafı Mərkəzi var. Orada çox ciddi araşdırmalar aparılır və bu araşdırmalara görə
6 yaşa qədər olan uşaqların beynində, yəni neyroinkişaf istiqamətində araşdırmalar onu göstərir ki, adi elementar uşaqların üzərinə çox yüksək tondan qışqırmaqla biz orada o neyronların birləşməsinə mane oluruq. Bu da zehni inkişafa çox ciddi təsir eləyir. Bu təkcə bizim təhsil sahəsində deyil, hətta ailədə valideynlərin də biləcəyi bir məsələdir. Deməli, bu istiqamətdə neyroinkişaf məsələsini diqqətə çatdırmaq, bu haqda geniş danışmaq, maarifləndirmə məsələsi vacib məsələdir. Yəni, uşaqların inkişafı o qədər ciddi və o qədər xırdalıqlara malikdir ki, məsələn, mən elementar bir məsələni sizin diqqətinizə çatdırım. Mən Estoniyada məktəbəqədər təhsillə bağlı bir səfərdə olarkən, məktəbəqədər təhsil müəssisəsinə bir diqqətimi cəlb edən bir məsələ oldu. Yəni, uşaqlarla təmasda olmaq üçün müəllimlərin stulları uşaqların stulları ilə elə tarazlaşdırılırdı ki, uşaqlarla göz təması qurula bilsin. Yəni, mən hətta sual verdim ki, bu nə üçündür? Onlar mənə belə cavab verdilər ki, uşaqlar daha yüksəkdə dayanıb danışan insanlara başqa tərzdə baxırlar. Yəni, orada qavrama... Yəni, görürsünüz, nə qədər incə nüanslar var ki, bu nüanslar araşdırılmalıdır, öyrənilməlidir, tədqiq edilməlidir və tətbiq olunmalıdır. Yəni, biz bu sahəni uzun illər, yenə də deyirəm, qayğı sahəsi kimi görmüşük. Amma onun təhsil komponenti olduğunu həm də nəzərdən çox da diqqətdə saxlamamışıq, belə deyək. Amma indi artıq bu sahəyə çox ciddi belə deyək, diqqət yetirilir və o sahə araşdırılır və elmi səpkidən inkişafına dəstək verilir və düşünürəm ki, biz bu sahədə də istədiklərimizə nail ola biləcəyik. Mehriban xanım, biz sizə çox təşəkkürümüzü bildiririk. Biz düşünürük ki, doğrudan da erkən təhsil, oradakı boşluqlar və onun xilas yollarla bağlı çox maraqlı təkliflərə toxunduq sizin sayənizdə. Təşəkkürümüzü çatdırırıq sizə. Siz sağ olun. Mən də təşəkkür edirəm sizə və gəlin hamılıqla, yəni çünki uşaqlar bizim gələcəyimizdir. Bu sahədə təkcə təhsil yox, ümumiyyətlə cəmiyyət olaraq bu sahəyə dəstək verək, bu sahənin inkişafına nail olaq. Təşəkkür edirik. Sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, Azəri Təhsil portalı ilə Sosial Tədqiqatlar Mərkəzinin ortaq layihəsi olan təhsilsizin daha bir, düşünürəm ki, maraqlı buraxılışına baxdıq və Mehriban xanım Vəliyevanın, Milli Məclisin deputatı, İlm və Təhsil Komitəsinin üzvü Mehriban xanım Vəliyevanın sayəsində erkən təhsilimizdəki əsas boşluqlar və onların inkişaf parametrlərinə nəzər saldıq. Sağ olun, təhsil həm də siz olun ki, sonda təhsilsiz olmayaq. Sağ olun.